Herkese selam, kanalıma hoş gelmişsiniz. Bugün mən sizin üçün mukbang çəkəcəm. Əslində mənim Rus səhifəm var, hansında ki vaxtında mukbanglar çıxır. Sadəcə bu kanalımın izləyiciləri də hər dəfə məndən xahiş edirdi ki, bizim üçün də bir dəfə də, heç olmasa bir dəfə mukbang çək. Ona görə fikirləşdim ki, eybi yoxdur. Sizin istəklərinizi nəzərə alaraq sizin üçün də çəkim. Deməli, çox gözəl bir set sifariş eləmişəm. Sizcə hardan? Təbii ki, Only Sushi'dən. Neçə illərdir mukbangları çəkirəm qızlar. Hələ ki olmayıb ki məndə sushiləri mən yerləşdirə bilməyim. Videoda bilinmir, amma rolları o qədər böyükdür. Və ona görə 2 dənə set qalıb burada. Təəssüf ki, yerləşdirə bilmədiyim. Nə qədər çalışdım, sıx qoyum, heç bir cürə mümkün deyil. Ona görə 2 dənə belə set qızardılmışlar. Məndə təəssüf ki, aşağıda olacaq. Hətta bilirsiniz, başqa dastavkalarla mən 100 rolları da çəkmişəm. Amma bu dərəcədə bol və böyük görməmişəm. Burada cəmi 84 ədəddir. Amma inanın ki 100-dən də çox doyumludum. Çünki iridim, boldum. Ən sevdiyim isə spicy, adı nə deyə? Hər dəfə yadımdan çıxır. Special Spicy Chicken Roll. Baxmadan dedim sizə, gəlin yaxından göstəreyim. Ən sevdiyim budur və ən dadlı roldan başlamaq istəyirəm. Həm evə sifariş eləyə bilərsiniz, həm də ki Targoviyada restoranı var. Bir neçə dəfə Instagramda onların restoranından da çəkiliş eləmişdim. Amma məkanda insan çox olur deyə düşünürəm ki, evə sifariş eləmək də olar. Böyük bir qonaqlıq olanda ilk gəlin bundan başlayaq. O kadar tatlıydım. Bu setin qiyməti 64 manatdır. Deyəsən dedim sizə. Amma çox gözəldir. Bu Philadelphia'da. Gəlin Philadelphia'nı da sınayaq. Hərəsindən bir gedək ilk öncə. Məncə bu videonun altında çoxlu negativ rey olacaq. Çünki belə format videoları hər kəs bəyənmir. Və bu tamamilə normaldır. Sadəcə əksər izləyici məndən istəmişdi deyə çəkmək qərarına gəldim. Bu isə Kaliforniya. Birini də wow. Mən sizin üçün həm məkanın Instagramı qoyacağım, həm sifarişlər üçün nömrə. Hansı sizə daha uyğundursa, keçidilib sifariş edə bilərsiniz. Və Instagramda sizdən xahiş elədim ki, maraqlı suallar verin mənə. Mukbang çəkərək ümumiyyətlə həmişə mən də sizin maraqlı suallara cavablar verirəm. Adətən bugünkü öz alimində fikirləşdim ki, nəsə bir maraqlı makyaj edeyim. Bir saat oturdum, əyləşdim. Normalde bir şey alınmadı. Mama dedi ki, sil. Prosto makyajsız otur, belə oturmaqdan. Dedim də eybi yoxdur. Bu dəfə belə olsun. Hansıları sınamamışıq. Gəlin bunlardan birini götürəyim. Məncə videodan çox da tutmaq olmur ki, razmeri kifayət qədər böyükdür.
Ümumiyyətlə siz heç vaxt suşi yeməmisinizsə, mən sizə məsləhət görürəm qızardılmış rollardan başlamaq. Çünki ilk suşinin dadına baxanda mən heç bəyənməmişdim də. Mənə çatmırdı ki, insanlar niyə belə suşiləri tərifləyir. Ümumiyyətlə fikir vermişəm ki, birinci dəfədən heç kim bəyənmir. Sonra yedikcə, öyrəşdikcə bəyənir. Və mən sizə iminə qızardılmışlardan başlamağı tövsiyə edirəm. Mən birinci dəfə rolları rəfiqəmin ad gündə sınamışdım və biz sadəcə maraq üçün onun ad günü getdik bir məkana. Sifariş elədiyi rollar, halbuki bizdən heç kim yeməmişdi də. Sifariş elədi və inanırsınız, hamısı qaldı. Qızardılmışlardan başqa hamısı qaldı, heç kim yeyə bilmədi. Norinin qoxusunu bəyənmədim nədənsə. İkinci dəfə mukbang çəkəndə sınadım, yenə xoşuma gəlmədi. Hal-hazırda mənim üçün ən dadlı yemək elə budur. Çünki bundan o tərəfi yoxdur. Bu arada atam sınayanda birinci dəfədən bəyəndi. Amma mənim əksər rəfiqələrim, tanışlarım birinci dəfədən bəyənmirlər. Nədənsə. Bir-iki dəfə evdə də hazırlamağı sınadım. İnanırsınız, noridir, budur, odur, qırmızı balıq hamısını alandan sonra gördüm ki, hələ gedib hardasa yemək daha ucuza başa gəlir. Ola bilər ki, bunlar topdan alırlar, bilmirəm hardan. Amma belə supermarketlərdə bir dənə nori 8 manatadır. Instagramda sizdən xahiş elədim ki, maraqlı sualları verin ki, mukbang zamanı biz sizinlə söhbət eləyərək yeyək. Və çox gülməli bir sual gəldi ki, demək olar ki, blogerlərin əksəriyyəti hamı burun əməliyyatı eləyib, ayqa sən nə vaxt eləyəcəksən? Çox gülməli gəlir mənə bu sual. Oxuyarkən həqiqətən güldüm və elə bil ki, siz ağlımdakini hiss elədiniz. Necə deyirlər? Baxıram bizim blogerlərə, hamı o dərəcədə idealdır, ideal burun, ideal dodaq, dişlər. Bədən şəkilləndirmə düzdür, bəzilər demirlər, amma bəzilər eləyirlər, bilinir, amma demirlər. Məndə arada o həvəs gəlir. Sonra gedir. O gün rəfiqəm mənə deyir ki, gəl bir yerdə eləyək. Həm maraqlı kontent çəkəyim. Deyirəm ki, dəlisən. Rəfiqəmin isə o qədər ideal burnu var, balaca. Deyirəm, sırf hamı eləyirdi, biz də gedib eləyək. Əksinə hamı eləyir, biz eləməyək. Güya bizi nümunə çəksinlər.
Falan kəs eləməyib, nə gündədir. Malades. Hansıları sınamamışıq? Gəlin sınamayanları da sınayaq. Bunu sınamışıq, hə? Bunu sınamamışıq. Çox maraqlıdır bu. Hamısını yemək təbii ki, qeyri-mümkündür. Məncə bu set bir 5 nəfərlikdir. Çox doyumludur, həqiqətən. Rollar hamısı mükəmməldir. Qəşəng böyükdür. Əminəm bunlar dəhşətli bir şeydir. Həm iridirlər, həm də ki, buna bənzərlər heç yerdə yoxdur. Bu arada qızlar, həmişəki kimi Instagram səhifəsi Only Sushi'nin mən sizin üçün aşağıda videonun altında qoyacağım. Həm də ki, dastavka üçün nömrə də orada olacaq. Zəng edərək özünüz üçün də sifariş eləyə bilərsiniz. Mukbangım isə bu qədər. Çox mənə belə bitəhər gəldi Azərbaycan dilində bunu çəkmək. Nədənsə rus dilində o qədər öyrəşmişəm öz fikrimi tam düzgün ifadə eləmək. Amma Azərbaycan dilində nədənsə çox heyecanlıyam. Qorxuram neysə düz demərəm, səhv öz fikrimi ifadə eləyərəm və s. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın və mənə abunə olmağı unutmayın.